İlk insanlar neftlə necə tanış oldular? Düz tapdınız. Əlbəttə ki, təbii çıxışla. Çox əsrlər əvvəl qədim insanlar qayalardan sızan, kiçik neft gölməçələri və yaxud qır təpəcikləri əmələ gətirən yer yağını, yəni nefti müxtəlif məqsədlərdə istifadə ediblər. Bunlar ilk istismarçılar idi. Orta əsrlərdə dünyanın bir neçə nöqtəsində belə çıxışların olduğu yazılı tarixdən bizə bəllidir. 1000 illərlə kiçik sızıntılarla yer səthinə çıxan bu neft ehtiyatları dövrün ehtiyaclarını tam qarşılayırdı. Hətta artıq da qalırdı. Sonra buradan uzaq yerlərdə bir alim çox effektli daxili yanma mühərrikini kəşf etməklə ani olaraq neftə olan tələbatın artmasına səbəb oldu. Artıq neft özü bizə işarə verirdi ki, daha çoxunu əldə etmək üçün yeraltı aləmdə daha qaranlıq işlərlə məşğul olmalısan. Neftsevərlər qədim çıxışlara yaxın ərazilərdə texniki bacarıqları çərçivəsində çoxlu çalalar qazaraq neft çıxan gözlərini genişləndirərək daha çox neftin dərələrdə toplanmasına nail oldular. Bu qara çirkli işləri görmək üçün pullu istismarçılar qul bazarındakı hammallardan istifadə edirdilər ki, bunlar da ilk qazmaçılar idi. Uzun saçlı qara qız isə elə hey daha dərinlərdə gizlənməyə başlayırdı. Həvəskar babalar isə artıq başa düşürdülər ki, daha çoxu üçün daha dərinə getmək lazımdır. Çala qazaraq buna nail ola bilməyəcəklərini anlayanlar, hörülmüş su quyuları bənzəri metoddan istifadə edərək uğur qazandılar. Bu fikri verəni isə yəqin ki, ilk qazma ustası adlandırmaq olar. Və ilk dəfə olaraq sevimli nazlı qara qızın bəzən qəddar ola biləcəyinə şahid oldular. Açıq fantam bir neçə can alsa da, düşüncələri dəyişdi. Artıq başa düşdülər ki, yalnız zəif sızıntılarla deyil, yerin altında yüksək təzyiq altında yığılmış neft küpələri var və bu küpələrin bəziləri yer səthinə sızmaya da bilirmiş. Bu fikirdən sonra neftbazlar artıq qədim çıxışlardan uzaq olan ərazilərdə də ərazilər alaraq quyular qazmağa başladılar. Minlərlə nöqtədə gecə-gündüz açılan dəliklərdən isə demək olar 1/3 uğurlu olurdu. Təşvişə düşən maqnatlar, bu işin bir qanuna uyğunluğu olmalıdır. Körtəbii şəkildə hər yerdə quyu qaza bilmərik. Bu zaman başqa bir yerlərdən dağları, dərələri, vulkan və zəlzələləri öyrənən əllərində çəkic olan saqqallıları dəvət etdilər ki, bəlkə onlar bu cilvəli qara qızın dilindən anlayar. Bu aralar isə səthə yaxın olan neft getdikcə daha dərinlərə çəkilirdi. Kapitalistlərin maraqlarını ödəməyən istismarçılar isə yaman gərgim idi. Birlik olaraq təşkilatlanan və öz zəhmətləri ilə özlərinə hüquqlar qazanan qazmaçılar artıq hammallıqdan qurtularaq, illərdə əldə etdikləri təcrübədən istifadə edərək ilk texniki biliklərə yiyələnirdilər. Haranı qazmaq lazım olduğunu hələ bilməsələr də, ilk dəfə mexaniki qazma metodunu tətbiq edən qazmaçılar daha dar quyu lüləsi ilə daha dərinə quyular qazmağa nail olmuşdular. Saqqallılar isə hələ də araşdırırdı. Fəsillər, illər dəyişir, onlar isə ərazini qarış-qarış ölçür, naqillər çəkir, bataqlıqda batır, heç neftdən əsər əlamət olmayan yerlərə gedib çıxır və hər saat kağızlara nəsə qeyd edirdilər. Heç yerdə daha əvvəllər şahid olmadıqları bu davranışlar bəzən gülməli bir istiza obyektinə çevriləcək qədər istismarçılar və qazmaçılara qəribə gəlirdi. Onlar inana bilmirdilər ki, bu eynəkli yaşlı adamlar sirli qara qızın yerini bunlardan yaxşı bilirlər. Beləcə neft geologiyasının əsası qoyuldu, küpələrə və mağara kimi boşluqlarda gizləndiyindən fərqli olaraq layların, sıralanmanın, məsanəliliyin və keçiriciliyin sadalanması zamanımızı alacaq qədər yüzlərlə parametri analiz edərək neftin harda ola biləcəyi fikrini formalaşdırdılar. Neftin sahə və dərinliyi üzrə necə paylandığı haqqında fikirlər formalaşandan sonra artıq qazmaçılar harda və nə qədər dərinlikdə quyular qazmalı olduqlarını bilirdilər. Artıq qazmaçılar daha dərin metrələrə qazılan quyuların uçulub təhlükə yaratmaması üçün, quyulara qoruyucu kəmər endirmək və hermetiklik yaratmaq üçün simentləmə kimi vasitələrdən istifadə edərək qarşıya çıxan problemlərə mühəndis kimi yanaşdılar. Sonrakı illərdə qazma sahəsi mexanika, hidravlika, kimya kimi sahələri öz-özündə ehtiva edərək ayrıca bir mühəndislik istiqaməti kimi fəaliyyət göstərməyə başladı. İstismar sahəsi də
bu illər ərzində çoxlu elmi yeniliklərlə yanaşı, təcrübəyə əsaslanan biliklərin tətbiqinə əsaslanaraq çoxlu inkişaf etmişdi. Bir insan modeli olaraq neft sənayesinə yanaşsaq, istismarçıları zəhmətkeş əllərə, qazmaçıları neftə doğru addımlar ataraq bizi yaxınlaşdıran, sənayeni ayaq üstündə saxlayan ayaqlara, geoloqları isə modelin düşünən beyni kimi təsvir etmək olar. Artan həyat standartları və tələbatları qarşılamaq üçün tətbiq edilən ekstremal istismar metodları ekologiya ziyanları əsas gətirilərək dövrümüzdə su elektrik stansiyaları, külək turbinləri və nüvə enerjisi kimi alternativ enerji mənbələri istifadə edilsə də, daha detallı araşdırma nəticəsində açıq-aşkar görünür ki, onların da təbiətə mənfi təsiri bəzi hallarda neft sənayesində də çoxdur və əldə edilən faydalı iş əmsalı isə elə də yüksək deyil. Odur ki, hesab edirəm, əlbəttə ki, birinci növbədə ətraf mühiti qorumaq şərti ilə neft sənayesinə tələbat hələ uzun illər davam edəcək.